Bugün fizika sınaqları toplusundan ümumi sınaq 4-ə baxırıq. Sual 1-dən başlayaq. Deməli, 5 kiloqram kütləli cismin tavandan sərtliyi 200 Nm/m olan yaydan asılmışdır. Lift 2 metr saniyə kvadrat təcili ilə yuxarıya doğru sürətləndiyi zaman yaydakı uzanma neçə santimetr olar? Deməli, tarazlıq vəziyyətində mj bərabərdir k delta x. Əgər 2 metr saniyə kvadrat təcili ilə yuxarıya doğrudursa, mj plus a əlavə yüklənməyə məruz qalır k delta x. Yaydakı uzanmanı hesablayaq. Delta x bərabərdir mj plus a bölək k. M'imiz 5 kiloqram, j'imiz 10. 2 metr saniyə təcili deyirsə, 10 plus 2, 12 bölək k-mızın qiyməti 200. Deməli, bunları hesablasək 0,3 metr. Bizə cavab santimetrlə soruşduğuna görə 30 santimetr cavab alınır. 2. Euler-Venn diaqramında uyğun bəndləri qeyd edin. Müqavimət, xüsusi müqavimətləri Euler-Venn diaqramında seçmək üsul edək. Naqilin uzunluğundan asılı deyil. Naqilin uzunluğundan asılı olmayan xüsusi müqavimət. 1 getdi bura. Naqilin inkəsinin sahəsindən tərs asılıdır. R bərabərdir rho L bölək S. Rho yalnız materialın növündən və temperaturdan asılıdır. R isə həm materialın növündən, həm uzunluğundan, həm inkəsinin sahəsindən, həm temperaturdan asılıdır. İnkəsinin sahəsindən tərs asılıdır müqavimət. Naqilin materialın növündən asılıdır hər ikisi. Yəni dediyimiz kimi R rhodan asılı olduğuna görə materialın bir vasitə rhodan da asılı olur və materialın növündən asılı olur. 3 ortaya. U böl I düsturu ilə təyin olunur. Bu Ohm qanunudur. 1-ə. Naqilin temperaturundan asılıdır hər ikisi. 5. Demək 2, 4, 3, 5, 1. D variantı. Çəkisi P olan birdins çubuq şəkildəki sistemdə F bərabər 90 Newton qüvvənin təsiri ilə tarazlıqdadır. Ötən dəfə dediyimiz kimi bu formada olanda bucağın heç bir rolu yoxdur. Çünki qollar bərabərdir. F-i köçürsək bura. Çünki bunun üzərində eynidir. İp üzəri ilə sabit qalır. F-in qolu 1, 2, 3, 4, 5. 5 vur F. Çəkisi P olan, yəni ringin çəkisi nəzərə alıb, düz ortasından, aralıq mərkəzindən P yazsaq. 1, 2, 3. 3 vur P. Bizdən çubuğun çəkisinin neçə newton olduğunu deyir. P bərabərdir 5F bölək 3. F 90'dır. 5 vur 90 bölək 3. 150 newton. B variantı. 4-cü. Sabit radiuslu çevrə üzrə hərəkət edən cismin dövrülmə tezliyini 50% azaltdıqda onun bucaq sürəti, xətti sürət və mərkəzə qaçma təcili necə dəyişər? Çevrə üzrə hərəkət bərabər sürətli hərəkət. Deməli, radiuslu sabit saxlayaq. Dövrülmə tezliyindən bucaq sürəti omega bərabərdir. Deməli 2pi böl t və 2pi n-lər düz asılıdır. Dövrülmə tezliyini 50% azaltdıqda 2 dəfə azalır omega. Omega 2 dəfə azaldı. Xətti sürəti V bərabərdir 2pi n r. Bu da sabit radiusda n-dən düz asılıdır, 2 dəfə azalır. Mərkəzə qaçma təcili A bərabərdir. Deməli, omega kvadrat r desək, omega 2 dəfə azalır, kvadratik olaraq 4 dəfə azalır. E variantı. 5. Cisimə bir düz xətt boyunca yönəlmiş qiymətləri F1 5 Newton, F2 10 Newton və F3 20 Newton olan 3 qüvvə təsir edir. Bu qüvvələrin əvəzləyicisinin ən kiçik qiymətini hesablayın, ən böyük qiyməti F1 üstəgələk F2 üstəgələk F3 olmalıdır. Bu da eləyir
deməli 35 Newton. Ən kiçik qiymətləri isə ən böyük qiymətindən digər ən kiçiklərin qiymətini toplayıb çıxırıq. Yəni 20 minus 5 üstə gələk 10, 15. Bu da deməli 5 Newton. Yəni təsəvvürümüzdə belə eləyək. 20 Newton sağa, 5 Newton və 10 Newton sola. Yəni minimum qiyməti burada ala bilər. 6. Verilmiş kütləli ideal qazın konsentrasiyasının təzyiqdən asılı qrafiki göstərilmişdir. Bu prosesə uyğun qazın təzyiqinin mütləq temperaturuna asılı qrafiki hansıdır? Deməli, birinci hissədə 1-2 hissəsində təzyiq sabit, konsentrasiya artır. Deməli, izobar sıxılmadır, həcm azalır, temperatur azalmalıdır. Çünki konsentrasiya artır. Həcm azalır, temperatur azalır. P-nin sabit qiymətində temperatur azalır. Yəni, özümüz çəkək burada, yekunda. Deməli, P sabit, P azalır. İkinci hissədə N də artır, P də artır. Bu, deməli, N artıb P artmasına uyğundursa, həcm azalıb. Həcm azalır, P artır. Deməli, izotermikdir bu. İzotermik sıxılma. C variantı. 7. 3 mol bir atomlu ideal qaz izobar qızanda həcmi 2 dəfə artmışdır. Qazın başlanğıc temperaturu 27 Selsius olarsa, genişlənmədən sonra onun daxil enerjisini hesablayın. Deməli, növümüz verilib. İzobar qızanda P bərabərdir, konstant qəbul edək. Başlanğıc temperaturu. Mütləqdir ki, temperaturu Kelvin temperaturu, mütləq temperatura çevirmək lazımdır. 27 dərəcə, bizə bunu 300 Kelvin yazacaq. Deməli, daxil enerji U bərabərdir. 2-də 3 növ R delta T, növ R delta deməli T dəyişməsi növ R delta T. Biz indi T ilə yekunu soruşur. Yəni T2 deyək. Belə bir P konstant olanda izobar genişlənmədə V nə qədər artırsa, neçə dəfə artarsa, T də eyni dəfə artar. Əvvəlcə, deməli, həcm nə qədər imişsə 2 dəfə artıb. Deməli, temperatur da 2 dəfə artıb. T1 300 idisə, T2 600 Kelvin olur. Və bizdən yekun həmən o genişlənmədən sonraki daxil enerjini soruşuna görə bura T2-ni yazırıq. U bərabərdir. 2-də 3. 3 vuraq mol. 3 mol edir. R-imiz 8. T2-miz 600. Deməli, bu da biz yazacağıq bura 216,21,6 kilojoule yaza bilərik. Cavab A. 8. Kütləsi M olan P cismi T ip gərilməsi ilə şəkildəki maya daxilin tarazlıqda saxlanılmışdır. Cismə təsirən Arximet qüvvəsi FA olarsa, T ip gərilməsi hansı ifadədə təyin olunur? Deməli, bizdə cisim aşağı yönəlmiş MG, yuxarı yönəlmiş F Arximet, T plus F Arximet bərabərdir MG yaza bilərik. Tarazlıqdadır. Bizdə indi T-ni soruşsa, T bərabərdir MG minus F Arximet. B variantı. 9. Eyni nöqtədən düz xətli hərəkətə başlayan K və L cisimlərindən K cisminin koordinatının, L cisminin isə sürətinin proyeksiyasının zaman asılı qrafik verilmişdir. Burada diqqətli olmaq lazımdır. Biri koordinatın zamandan, digəri isə sürətin zamandan asılı qrafiklər.
Buna əsasən 8-ci saniyənin sonunda bu cisimlər arasında məsafənin neçə metr olduğunu hesablayın. Eyni nöqtədən başlayıb bunlar hərəkətə. Yəni x sıfırları bərabərdir. Birinci cismin getdiyi yol ilə koordinatın dəyişməsidir. Yəni ondan gedib 50-yə. 40 metr yol gedib. İkinci cismin getdiyi yol isə fiqurun altında qalan sahədir. Yenə eyni başlanğıc nöqtə. Fiqurun altında qalan sahəni hesablasaq. SL bərabərdir. Deməli 10 plus 50 bölək 2 vuraq 8. O da bərabərdir. Deməli 60 vur 4. 240 metr. Digər cisim L cismi bu. K cismi bu L cismi. L cismi 240 metr. Bizdən ara məsafəsi soruşuna görə 240 minus 40 200 metr məsafə var aralarında. Y variantı. Çünki eyni koordinatdan başlayıblar. Biri 40 metr, digəri 240 metr gedir. Deməli, bir-birinin ara məsafəsi 200 metr olur. 10. Qrafiklərdən hansı xüsusi buxarlanma stili mayenin kütləsinin asılılığına uyğundur? Xüsusi sözü var, yəni burada artıq mayenin növündən asılıdır, seçilmiş temperaturdan, deməli, təzyiqdən, xarici təsirlərdən asılıdır, amma kütlədən asılı deyil. O nöqtəsində yüklərin yaratdığı yekun sahənin intensivlik vektoru hansı istiqamətdə yönəlir? Deməli, hər ikisi mənfidir. Mənfi sahə daxil olan kimi çəkirik. Yekun sahə 2. Yəni, Y1 budur. Y2 bu desək, yekun Y xaric. 12. Müstəvi hava kondensatorunun gərginliyin lövhələrin sayəsindən asılı qrafiki verilmişdir. Bu kondensatorun enerjisinin lövhələrin sayəsindən asılı qrafiki hansıdır? Deməli, sahə artsa belə bu dəyişmir. Deməli, sabit gərginlik mənbəyinə birləşdirilmiş kondensator kimi baxa bilərik. Və burada deməli, W bərabərdir. SU kvadratı bölü 2. Buradan da epsilon 0. SU kvadratı bölü 2. Buradan S ilə düz asılır. 13. H bərabərdir maksimum hündürlükdən. Yəni maksimum hündürlük böyük H ilə verilib. 20 metr hündürlükdən düşən M5 kq kütləli daşın yerin səthinə çatan anda sürəti 18 metr saniyə olmuşdur. Havanın müqavimət qüvvəsinin gördüyü iş nəyə bərabərdir? Deməli, biz burada kinetik enerjinin dəyişməsi işə bərabərdir deyə bilərik. Yəni, bunun yekunda yerə çatanda MGH qədər deməli, enerjisi olmalıydı. Böyük H. Bu da 5 vuraq, 10 vuraq, 20. Deməli, 1000 joule enerjisi var. Tam enerjisi budur. Yerə dəyən anda kinetik enerjisi olur, potensial 0 olur, kinetik maksimum olur. YK yerə dəyən anda maksimum MV kvadratı bölü 2. 5 vuraq. 18-in kvadratı bölü 2. Bu da eləyir bizdə deməli 810 joule. İndi bizdə deməli müqavimət qüvvəsinin işi mənfi olduğuna görə 1000 minus 810 bərabər 100 mənfi. Belə deyək də 190 joule enerji itkisi var. Bu da mənfi 190, yəni 810-dan 100 çıxarıq. İş görülüb. C variantı. 18. Şəkildə M və 2M kütləli cisimlər arasındakı qravitasiya qüvvəsinin qiyməti 10 Newton olarsa, 8M və 2M kütləli cisimlər arasında qravitasiya cazibə qüvvəsi nəyə bərabər olar? Qəbul edək ki, birinci halda F1 bərabərdir J, M vur 2M,
bölək ara məsafəsi d kvadratdır. Bu deyirik 10 Newton. F2 bərabərdir. J vuraq. 8M vur 2M. 16M1 belə deyək, M kvadratı deyək. Onsuz da yuxarıda da bunu yaza bilərik belə 2M kvadratı bölək D kvadratı. Bu da bundan 8 əvvəl olunur 80 Newton. Buna 10 demişiksə bu 16M kvadratı bölü D kvadratı 8 dəfə böyükdür. 80 Newton. Deməli, elektrokimyəvi ekvivalentin vahidi bizə məlum məsələdir ki, K-nın qiymətimiz M bərabərdir KQ, K da bərabərdir M bölək Q, o da bərabərdir kiloqram bölək kulon. Kiloqram bölək kulon Y variantı. 16. Verilmiş konturdan keçən maqnit selinin dəyişməsi şəkildəki kimidir. Qrafikin hansı hissələrində induksiya elektrik hərəkət qüvvəsi yaranmır? Deməli, induksiya elektrik hərəkət qüvvəsinin yaranması üçün maqnit seli dəyişməlidir. Maqnit seli bir hissəsində dəyişmir, 3 hissəsində və 5 hissəsində dəyişmir, sabit qalır. Deməli, 1, 3, 5 hissələrində yaranmır. 17. Rəqs konturunda sarğacın induktivliyini 4 dəfə azaldıqda sərbəst rəqslərin tezliyi necə dəyişər? Deməli, T bərabərdir 2pi kök altında LC, nü bərabərdir 1 bölək 2pi kök altında LC. Deməli, burada induktivlik kök altı tərsdir. 4 dəfə azaltda 2 dəfə artar. C variantı. Tutum müqaməti XC olan dövrə hissəsinə cəryan şiddətinin hansı ifadə ilə təyin olunur? Deməli, Ohm qanununa I bərabərdir U bölək R-dirsə, burada biz U bölək R-in əvəzinə tutum müqamətini istifadə edirik XC. D variantı. Bu qanunun ödənildiyi maksimal gərginlik mütənasiblik həddi gərilmə diaqramında birinci hədd. Düz xətlə hərəkət edən cismin koordinatına zaman asılı qrafiki parabola verilmişdir. Cismin 1, 2, 3 nöqtələrinə uyğun zaman alanının impulsları hansı münasibət doğrudur? Deməli, birinci hissədən 3-ə doğru sürət get-gedə azalır, yavaşlayır. O deməli, V1 böyükdür V2-dən, böyükdür V3-dən. P də bərabərdir MV olduğundan kütlə sabitdirsə, P1 böyükdür P2-dən, böyükdür P3-dən. Yəni, 1-dən böyükdür. 21. Adam şaqülü qoyulmuş müstəvi güzgüdən 20 metr aralı dayanmışdır. Güzgü adama 5 metr yaxınlaşdırsa, adamla xəyal arasındakı məsafə nə qədər olar? Deməli, 20 metr məsafədə qoyulduqda xəyalda güzgüdən 20 metrdir. Yekun ara məsafəsi 40 metrdir. İndi güzgü adama 5 metr yaxınlaşdırılırsa, yəni 15 metr məsafədə qoyulur. Xəyaldan cisim 30 metr məsafədə olacaq bu səfər. Deməli, 10 metr yaxınlaşdı. Ara məsafəsi 30 metr. Yaxınlaşdırıldığının 2 qatı qədər məsafə azalır. Və ya uzaqlaşdırıldığını da artır. Şəkildə müxtəlif katod materialları üçün saxlayıcı gərginliyi düşən işığın dalğa uzunluğundan asılı qrafiki verilmişdir. Hansı materiala uyğun çıxış ən kiçikdir? Deməli, dalğa uzunluğu ən böyük olanda, çünki A çıxış bərabərdir. Deməli, H minimum və yaxud da HC bölü lambda maksimum. Lambda ilə tərs asılıdır maksimum. 5 nöqtəsi ən kiçikdir. Nüvə reaktorunun hansı elementi neytronları yavaşlatmaq üçün istifadə olunur? Ağır su. 24. Sabit gərginlik mənbəyinə aktiv müqaviməti nəzərə alınmayan sarğac qoşulmuşdur. Sarğacın maqnit sahəsinin enerjisini hesablayın.
Deməli, bizim əlimizdə nələr var? Sabit gərginlik mənbəyinə aktiv müqavimət nəzərə alınmayan sağacı qoşulmuşdur deyir. Sabit gərginlik mənbəyində bu özünü naqil kimi aparacaq. Yəni müqaviməti nəzərə alınmayacaq. Onda biz nəyə lazım? Bizə deməli W bərabərdir. Deməli bizim əlimizdə I yoxdur. I-ni tapaq. I bərabərdir U böl F üçün L kvadratı bölə 2 ilə gedəcək. Bu yalnız sarğacı kimi götürəcək. Yəni burada heç bir müqavimət nəzərə alınmır. U 10 bölə 2 5 amper. O da bərabərdir. 0,4 vuraq 25 bölə 2. O da 5 Celsius. C variantı. 25. Hərəkətdə olan bir cismin kinetik enerjisi 20 joula bərabərdir. Bu cismin kütləsini yarıya endirib sürətini 4 dəfə artırılıbsa, kinetik enerjisi neçə joul olar? Deməli, YK bərabərdir mv kvadratı bölə 2. Bu 20 jouldur. Biz indi YK 0 deyək buna. YK bərabərdir. Kütləni yarıya qədər endirib, yəni m bölə 2. Sürəti 4 dəfə artırsaq, 16v kvadratı bölə 2. Yekunda 8mv kvadratı bölə 2. 8 dəfə artar. Deməli, 80, bu da 160. 2 vur 80 yazır. 20 vur 8, 8 vur 20. 160 joula qalxdı. Yəni 8 dəfə artar. 20 joul idi. 160 joul olar deyəcək. 26. Enində dalğanın 1-ci və 5-ci təpə nöqtələri arasındakı məsafə 32 metrdir. Deməli, arasında 1-ci təpə 5. Bizim bir dalğamız 2 qonşu təpə nöqtəsi və 2 qonşu çökək arasındadır. Bizim bu məsafəmiz 32 metrdir. Bir dalğa uzunluğu 1, 2, 3, 4 dənə dalğamız yerləşir bunun içərisində. 8 metrdir bir lambdamız. Bizdən dalğanın periyodunu V bərabərdir. Lambda bölək T. T də bərabərdir. Lambda bölək V. Lambdamız 8 bölək 16. O da bərabərdir. 2-də 1, 0,5 saniyə. 27. İnduksiyası 20 milli test olan birinci maqnit sahəsinin induksiya xətlərinə perpendikulyar istiqamətdə, birinci maqnit sahəsinin induksiya xətlərinə perpendikulyar istiqamətdə 4/4 metr saniyə sürətlə sahəyə daxil olan 50 mikrokulon mükanitti təsir edən Lorentz kütləsinin qiymətini hesablayın. Perpendikulyar istiqamətdə deyirsə maksimaldır. F Lorentz bərabərdir QBV sinus 1. Yükü 50 vur 10 üstü mənfi 6. B induksiyamız 20 vur 10 üstü mənfi 3. Vuraq. V'miz 4 vur 10 üstü 4. Cavab deməli 40 vur 10 üstü 3 yaza bilərik. Mənfi 3. Bu da 40 milli Newton. 40. Gəldi situasiyalara. 500 qram kütləli 50 sm uzunluqlu naqil 0,2 Tesla induksiyalı bir cism maqnit sahəsinə qüvvə xətləri perpendikulyar olmaqla tavandan asılmışdır. 28 naqildən axan cəryan şiddətini hesablayın. Cəryan şiddətini Ohm qanunu hesablayacaq. I bərabərdir U bölək R. 16 bölək 2, 8 amper. 8 amper.
Naqilə təsir amper qüvvəsini hesablayın. F amper bərabərdir. IBL. Sinüs alfa yenə 1. 8 vuraq. İnduksiyamız 0.2 vuraq. Elimiz 50 cm. 0.5. Bu da eləyir 0.8 Newton. 30. İfdəki gərilmə qüvvəsini hesablayın. İfdəki gərilmə qüvvəsi amper qüvvəsini tapsaq, cəryanı müsbətdən mənfiyə bu istiqamətdə axır. Sol əlimizi bu qaydada tutsaq, amper qüvvəsi aşağı yönəlir. Çünki əlimizin üstünü görürük. İnduksiya şəkildən bizədir. Cəryan da bu istiqamətdə axır. Deməli, T bərabərdir mg plus F amper. mg-ni bizdə deməli 500 qramdırsa 5 Newtondur. T də bərabər, yəni 0.5 vur 10 üstəgələk 0.8. O da 5.8 Newton. Deməli, bizim gərilmə qüvvəmiz 5.8. Belə. Deməli, sınaq 4-ün izahını bitirdik. Çalışdığım qədər qısa izahlar verirəm. Çox uzun uzadı izah olmasın. Maksimum 30 dəqiqə. Hər dəqiqə bir sual həll eləmək qaydası ilə. Yəni, bir dəqiqədən daha tez olur. Belə.